Hər vaxtınız xeyir olsun dostlar, xoş gördük sizi kanalımda. Bu günləri Türkiyə Süper Liqasının 16-cı turunun oyundayıq. Antalya Spor Galatasaray oyunda. Antalya'da oynayır, Galatasaray deplasmanda oynayır. İnşallah yaxşı bir oyun olar, qələbə qazanar. Çünki ən yaxın rəqibi izləyicisi Trabzonspordan 2 xal öndədir. Xalit isə 0 xal qazansa və yaxud da 0 xal yəni qazanmaq deyil. Məğlub olsa ya bərabərə qalsa orada şey olacaq. Trabzonspor qələbə qazansa gəlib çatır. Fenerbahçe'də qələbə qazansa yəni 1 xal olacaq. Məğlub olsa, ən pis halda məğlub olsa, inşallah yaxşı oyun olar, qələbə qazanar, qələbə gözləyir. 1-2 oyuncu dəyişikliyi var. Yunus ilk 11-dədir bu günləri. Lemina yenə yoxdur, zədəlidir. Jakobs 11-dədir. İnşallah oynayar Jakobs. Birinci hissə qurtarmamış zədələnməz. Qapısı Uğurcan zədəlidir. Günaydı bugün qapıda. Osimhen hücumdadır, Icardi oturub yedək kulübəsində. Ya hakimin danışılmadığı bir oyun olar inşallah. Yəni bunu hər dəfə deyirəm. Hər dəfə də hakim danışılır. İlkay Torreira ilə bir yerdə oynayır yan-yana. Ortada Yunusdur. Sağda Sane'dir, solda Barış'dır. Osimhen irəlidədir. Sara zamindədir. Görə necə oyun olacaq? İnşallah maraqlı bir oyun olar. Keçək oyuna keçməmişdən qabaq dostlar kanalıma abunə olun. Videolarımı bəyənin. Yorumlarınızı yazın. Bildirimləri açın ki video paylaşanda bildirimlər sizə gəlsin. Oyun başladı, keçək bizdə oyuna görə necə oyun olacaq dostlar. Vur! Bırak! Burada! Kimsə dəqiqə burada! Offside yox idi, kim idi? İlkay idi. İkinci dəqiqədə uzaqdan kimin vuruşu idi? Şalay'ın vuruşu idi, kimi idi? Torreira'nın vuruşu idi deyəsən ha? İkinci dəqiqə Galatasaray Torreira uzaqdan qapıcı şey eləmədi, topu saxlaya bilmədi. Yunus'un sifətinə gəldi deyəsən İlkay'ın. Baxa burada epizoda. Yunus'un Yunus'un. Ayo oyuncu ilə şeylədi, bir-birinə dəydilər. Bir şey yox idi burada. İkinci dəqiqədə önə keçə bilərdi. Heç olmasa bu oyunu, bir dənə oyunu rahat qazanaq da. Heç olmasa bir oyunu rahat qazanaq. Yəni oyunun sonlarına yaxın stres keçirməyək. Osimhen! Osimhen nə oldu? Vura bilmədin onu Osimhen. Vura bilmədin onu sən Osimhen, vur da. Vaa 5-ci dəqiqə vurdu Osimhen da. Vur Osimhen da. O ayağın üstündən qoy ona keçir qapısı ilə bir yerdə topu. Böyle yaxşı başlamışıq. 5 dəqiqə 2 dənə ciddi epizod. Antalya Spor qapısında gücdən zərbə Sane. Bir dənə yaxşı orta Sane'dən. Vur Sane! Gol! Leroy Sane! Nə çəkdi sonunda topu? Topu yaman çəkdi sonunda. Təcrübə Sane başqadır bu. Bu oyuncu dedim də, bu oyuncu açılıb yəni dəhşət saxlama çətin olacaq ligdə. Arda 3-cü qoludur ligdə. Halal olsun Leroy Sane, qəşəng çəkdi solamaya. Sola çəkmək çox qəşəngdir. Təcrübə başqadır da. Sane 1-0. Leroy Sane. Tez qolu vurmaq yəni yaxşıdır. Burada offside-dan söhbət gedə bilməz. Çəkdi soluna, vurdu yerindən qapıçılar üçün biraz çətindir top. Və bu da çətin oldu, çıxarda bilmədi topu. Qəşəng 1-0. Sane. Ala. Sane. 1-0 Sane. Bu. Vur. Vur da Şalay'da. Gol! 2-0. Roland Şalay. 11-ci dəqiqə. Amma topa gəlişinə vursaydı bəlkə daha yaxşı gol alınardı. Saxladı, vurdu. Yenə də olsun, yenə də gol. Əsas odur gol. 2-0 11-ci dəqiqə. Antalya Spor 0, Galatasaray 2. Bu. Hələ 12 dəqiqə, 11 dəqiqə, 12 dəqiqədir. Hələ
Antalyaspor'un Galatasaray qapısına ilk gəliş idi cəza sahasına. Onu da topu itirdilər. İtirilən topla çıxdılar və qolu vurdu Galatasaray. Yəni qapıya nə dəqiq, nə təhlükəli, nə dəqiq olmayan zərbə heç bir şey yoxdur Galatasaray qapısına. O 12 dəqiqə ərzində. Və 2-0. Qəşəng 4 dənə 5 dənə vurmaq lazımdır. Sane nə hokka verirsən sən Sane? Sane nə oyun çıxardır Sane? Al ver, al qaz, ver qaz. Sane konsert verirsən. Burada da pası keçsəydi var ha. İlkaya doğru gəlirdi. Hırsı keçmədi, müdafiədən qayıtdı. Sane sən var ha, ligin içindən keçəcəksən. Biraz da oyna. İkinci yarıda çəkəcəkləri var bu Sane'dən. Biraz şey qutarandan sonra, birinci dövrə qutarandan sonra 1-2 dənə yaxşı oyuncu transfer eləmək lazımdır. Və Osimhen söhbəti gedir, Icardi'nin getmə söhbəti gedir. Mənim fikrimdə Icardi biraz, yəni maaşından biraz düşsə, məncə qalmalıdır. Düşməsə də məncə Icardi bir sezon daha qalmalıdır mənim fikrimdə. Çünki Icardi həm ikon, həm 2 dəfə çempion elədi demək olar ki, 2 dəfə bombardier və çıxdı Galatasaray. Şalay Yunus baxdı, vurdu. Osimhen vura bilmədi o topu Osimhen. Yaxın məsafədən topu vura bilmədi Osimhen. Osimhen ikinci topdu qaçırdı Osimhen. Burada offside məncə yoxdur. Olsa da olmasa da bunu vurmalı idi boş qapıya. Boş qapıya vurmalı idi bunu. 2 dənə topu yedi Osimhen. Bax. Osimhen çox yaxşı oyuncudur, amma Icardi kimi bitiriciliyi zəifdir. Ha. Bitiriciliyi Icardi'də başqadır. Ona görə də Icardi məncə qalmalıdır. Məncə formuna qayıdacaq. Tam əvvəlki formuna da qayıtmasa da yenə də öz formuna qayıdıb, yenə də öz qollarını vuracaq. Məncə sezon daha qalmalıdır. Sonra bir iki yaxşı müdafiə şey eləmək lazım. Müdafiəçi almaq lazımdır. Mərkəz müdafiə, sol cinah müdafiəçisi lazımdır əsasən. Və yaxud da sol cinah Singo var, bu zədənlərlə. İsmail də biri sağdır, biri soldur, ikisi də zədənlərlə. Bunların yerlərinə yəni bu zədənlərdə oyuncu almaq lazımdır. Osimhen vurdu bunu da Osimhen de 3. toptu bu. O vurdu Osimhen da. Böyle 3. topu yeri bu müdafiənin səhvi. 3. topu vura bilmir ki. Vurdu bunu da Osimhen de 3. şansıdır. 3-ünü də istifadə edə bilmir Osimhen. Ay səni bu 38-ci dəqiqə vursaydı 3-0 biraz daha rahat olardı. 2-0 nəsə biraz qorxulu gəlir. Osimhen 3-cü şansıdır. 3-cü şansından istifadə edə bilmədi Osimhen. Vur desən gol vuransan da vur da bunu da. Bir daha görsənsən ki bitiriciliyin zəifdir. Dostlar ilk hissə bitdi. İlk hissə Galatasaray 2-0 öndə bitirdi. Oyuna yaxşı başladı, sürətli başladı. 2 dənə top vurdu, 2-0 oldu. Ondan sonra oyun biraz yavaşladı. Ortada getdi. Təhlükəli ataqlar da oldu. Osimhen'in 4 dənə 3 dənə deyəsən, 3 dənə dəqiq epizodda qolları qaçırdığı qollar var. Yəni onları bitirə bilsəydi bu dəqiqə oyun 5-0 idi ilk hissə. Vura bilmədi. İkinci hissəni görə necə olacaq? İkinci hissəni Galatasaray 3 oyundur. Fenerbahçe, Samsun oyunu, bir də axırıncı Monaco oyunlarının ikinci hissələrini çox pis oynayır və dəhşət çox pis oynayır. İkisində xal itirdi gördüyünüz kimi. Birinci hissələri yaxşı oynadı, ikinci hissələri pis. İndi görə burada necə olacaq ikinci hissə. Nəsə axır vaxtlarda ikinci hissələrdə Galatasaray çox pis oynayır. İndi inşallah bir günlərdə də elə bir şey olmaz. Düzələrlər mental olaraq, düzələrlər beyin olaraq, beyinləri yəqin ki bu oyunda olar ikinci hissəndə. Yaxşı oynayarlar, belə oynayarlar. 3-4 olar. Oyun beləncə qutalar, Galatasaray qələbəsi ilə qutarar. Antalyasporun da ilk isabətli dəqiq zərbəsi oldu qapıya axırında. İkinci hissədə inşallah görən olacaq. İkinci hissədə dostlar görüşərik. Kanalıma abunə olun, videolarımı bəyənin. Görüşərik dostlar. Osimhen! Vur da bunu da! At bunu da, 4-cüdür bu.
İkinci hissənin 56-cı dəqiqəsi oyun başladı. Yenə son 3 oyundakı kimi Galatasaray oturdu arxaya. Antalyaspor gəldi. Çox təhlükəli gəldi. Bir epizodda da penal gözlədilər. Penal deyəndə əllə oyun gözlədilər. O penal xəttinin üstündə idi. Baxmaq lazımdır. Penal xəttindən içəridə idi, yoxsa çöldə idi. Hakem vermədi. Küncdən zərbə verdi. O da Jakobs'un ayağından gəldi, əlinə dəydi. Kimcə mənim penal yoxdur, bədəndən gəldiyinə görə. Mənim fikrimcə. Oyun davam elədi. Kornerdən başladılar və sonda kontradan çıxdı Galatasaray və Osimhen sol cinahdan nəhayət ki vurdu qolu. Oldu 3-0. Bunu at da. Atsaydı indi 6-0 idi. Yenə də ürəyimdə dedim ki, nə oldu? Yenə eyni şey oldu. Bu birinci hissəni oynayır, ikinci hissəni oynaya bilmir Galatasaray. Hələ bilmək olmaz. Bu kontra-atakda tutdu, vurdu kontra. İndi görə oyunun davamında necə oynayır? Yenə belə oynayacaq, yoxsa yox? Bu nəsə olub bu komanda? İkinci hissələri oynamır. Oynaya bilmir. Mən baş açmadım. Amma yaxşı oldu 3-0. Bura baxırsan ha. 3-1. Bu demirəm, cavan oyunçudur bu Arda Ünay. Oynamalıdır, amma bunun girdiyi hər oyunda, hər oyun haçan girdiyi oyuna, oyuna girəndən sonra Galatasaray gol buraxır. İndi salma da bunu qardaş. Sal axırda bir oyuna 5 dəqiqə qalmış. 90-cı dəqiqədə, 90 artırılmış dəqiqədə. İndi salma da bunu da. Okan vurub 4-cü dəfədə bu səhv eləyirsən. Sən görmürsən. Hamı görür bunu, sən bunu görmürsən. Hər Arda oyuna girəndə Galatasaray gol buraxır, top buraxır. Olmaz ki belə. Okan nəyə baxır? Okan göz yumulu baxır oyuna. Bu neçəncidir? 3-cüdür, neçəncidir bu? Olmadı ki, özə küncdən zərbədə buraxır. Davinson yerində oynadı sən özü onu. Yeter 3. Ver Osimhen'e. Icardi. Bak bitirici oyuncusu Icardi. Bir dənə zərbə bəsdir Icardi'yə. Qapıya birinci zərbəsi. Vurdu gol. Bitirici oyuncu budur bax. Osimhen dünya yıldızı oyuncudur da. Heç kim ona bir şey deyəməz. Heç kim oyuna bir söz deyə bilməz. Amma bitiricilik Icardi'də başqadır qardaş. Mauro Emanuel Icardi. Topa tək toxunuş. Gol. Все. Bu kadar. Özeki hardan vurdu? Penaltı nöqtəsindən də arxada. Icardi gol. O 4 tane Osimhen'in itirdiği şöyle epizodlar vardı. Onlardan en aşağısı 3'ünü vurardı Icardi. 4-1. Icardi başkadır. Ne kadar da pis olsa kardeş bu bitirici oyuncudur. Ver vursun golunu. Öz qaldığı yeri bilir. Harda qalmaq lazımdır, harda topu qəbul eləmək lazımdır, harda topa vurmaq lazımdır. Və oyun da bitdi. 4-1 Galatasaray qazandı. Bir qoldakı Arda Ünay girəndən sonra neçə oyunda Arda Ünay girəndən sonra Galatasaray gol buraxır. Bunu da Arda Ünay girəndən sonra buraxdı. Ebio heç olmaz gənc oyuncudur, salmaq lazımdır, təcrübə qazanmaq lazımdır və Galatasaray yerli oyuncu qazanmalıdır özünə. Amma biraz tez saldı fikrimizə. Yəni 85'də zətdə falan salmalıydı, amma yenə də olsun, yenə də qələbə qazandı. Axırıncı dəqiqədə də Icardi'nin qolu, elə istəyirdim ki Icardi də vursun və Icardi də vurdu. 4-1 qazandı, 39 xal oldu Galatasarayın. Osimhen sarı kartı aldı, cəzalı duruma düşdü. Ona baxmayaraq Icardi yenə də oynamayacaq. Osimhen yenə oynamayacaq. Avropa Afrika kuboku var, ora gedilər. Jakobs'u odur. Singo getmir, Singo zədəlidir. Yaxşı oyun oldu. İkinci hissəni yenə də Galatasaray çox pis oynadı. Osimhen'in 3-cü golundan sonra, 3-1'den sonra biraz necə deyim, 3-0'dan sonra biraz Antalyaspor biraz həvəsdən düşdü, belə deyərəm, 3-3'dən sonra. Amma 3-1 elədilər. Ona baxmayaraq 3-1 elədilər, amma yenə də Galatasaray qələbə qazandı. Təbrik edirik. Sabah
Trabzon oyunu var, böyük oyun var orada da sabahda. Trabzonspor Beşiktaş oyunu var. Birisi də Fenerbahçe oynayacaq Konyasporla. İnşallah iki komanda da xal itirər. Məncə Trabzon həll itirməsə Fenerbahçe itirsin. Trabzon biraz gedəndən sonra itirər. Trabzonspor da yaxşı oynayır. Videomuzu burada bitirək dostlar. Qələbə qazandı. Yenə deyirəm, Arda Ünya gənc oyunçudur. Ola bilər səhvli, amma biraz tez saldı. O neçə oyunda o girəndən sonra Galatasaray gol buraxır. Amma baxmayaraq bu günləri yəni çox pis vəziyyət olmadı və 4-1 Galatasaray qazandı. Sağ olun dostlar. Videomu bəyəndisə videomuzu bəyənin. Videolarımı bəyənirsinizsə bəyənin. Abunə olun dostlar. Abunə azdır. Video izlənmələr azdır. Bildirimləri açın ki, paylaşdığım videolar görəsiniz, izləyəsiniz. Ən əsası da takip eləyin, yorumlarınızı yazın. Sağ olun dostlar, görüşərik.